Osmanlı Sarayının yeganə Azərbaycanlı baş naziri Məhəmməd Rüşdü Paşa. Osmanlı Sarayında sədrəzəm vəzifəsinə qədər yüksəlmiş, yeganə Azərbaycanlı olan, Şam və Suriya valisi kimi tarixə düşmüş Şirvanizadə Məhəmməd Rüşdü Paşa, Qafqazın elmi, ictimai, siyasi fikir tarixində mühüm iz qoymuş bir ailənin yetirməsidir. O, Qafqazda Rus işğal siyasətinə qarşı mənəvi mübarizənin rəmzinə çevrilmiş böyük alim və mütəfəkkir İsmail Siracəddin Kürdəmirli Şirvaninin oğludur. İsmail Siracəddin Kürdəmirli 1782-83-cü ildə Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində anadan olmuşdur. Çar Rusiyasının Şirvan xanlığını işğal etməsindən sonra ailəsi ilə birlikdə Osmanlı torpaqlarına, Axıskaya köçmüş, 1828-ci ildə Osmanlı dövlətinin Axıskanı Rusiyaya güzəştə getməsindən sonra Amasyada yerləşmişdir. İsmail bəyin üçüncü oğlu Məhəmməd Rüşdü Paşa elə həmin il 1828-ci ildə Amasyada dünyaya göz açmışdır. Məhəmməd Rüşdü Paşa Osmanlı tarixində Şirvanizadə adı ilə məşhurdur. O, ilk təhsilini Amasyada əvvəlcə böyük qardaşı Əbdülhəmid Əfəndidən, sonra isə atasından almışdı. 1850-ci ildə İstanbula gələrək dövrünün tanınmış alimlərindən Vidinli Mustafa Əfəndinin tələbəsi olmuş, icazətnamə alaraq Bəyazit məscidində dərs deməyə başlamışdı. 1853-cü ildə Amasyada vəqf müdiri təyin edilən Məhəmməd Rüşdü Paşa bir il sonra bu vəzifədən istefa verərək yenidən İstanbula qayıtmışdır. Burada tədris fəaliyyəti ilə məşğul olmuş, Şeyxülislam Arif Əfəndinin diqqətini cəlb etmiş və onun oğlu Siddiq Mollaya dərs deməsi istənilmişdir. Məhəmməd Rüşdü Paşanın istedadı və fəaliyyəti tezliklə siyasi dairələrdə də diqqət çəkmişdir. Babi Alidəki komissiyalardakı fəaliyyəti sayəsində mərkəzi hökumətin aparıcı simaları Əli Paşa və Fuad Paşa ilə yaxın münasibətlər qurmuşdur. Fuad Paşa Suriya məmurluğu dövründə Məhəmməd Rüşdü Paşanı da özü ilə aparmış, onun fəaliyyətindən razı qalmışdı. Hətta Şeyxülislam Səddin Əfəndidən onu məxrac qazılıqlarından birinə təyin etməyə xahiş etsə də, bu istək qəbul edilməmişdir. 1861-ci ildə Məhəmməd Rüşdü Paşa Ali Məclisin üzvü olmuş, 1863-cü ildə isə vəzir rütbəsi ilə Şam valisi təyin edilmişdir. Beləliklə, müəllimlikdən vəzirliyə yüksələn nadir şəxslərdən biri kimi tarixə düşmüşdür. 1864-cü ildə Şam və Sayda şəhərləri Qüdsə birləşdirilərək Vahid Suriya vilayəti qurulduqda, bu vilayətin valiliyi də məhz ona həvalə edilir. 1865-ci ildə Humayun Vəqfi naziri, az sonra isə Maliyyə naziri olmuş Məhəmməd Rüşdü Paşa 1866-cı ildə birinci dərəcəli Osmanlı nişanı ilə təltif edilmiş, 1868-ci ildə isə vəzifələrinə Xassa Xəzinəsi Nazirliyi də əlavə olmuşdur. 1869-cu ildə Fuad Paşanın vəfatından sonra Əli Paşa Daxiliyyə Nazirliyini ayrıca təsis etmiş və bu vəzifəni Məhəmməd Rüşdü Paşaya tapşırmışdı. Lakin saray daxili çəkişmələr səbəbilə 1871-ci ildə vəzifəsindən uzaqlaşdırılmış və sürgün edilmişdir. 1872-ci ildə əfv olunaraq İstanbula qayıdan Məhəmməd Rüşdü Paşa Meşə və Mədən naziri, daha sonra yenidən vəqf naziri olmuşdur. 1873-cü ildə isə üçüncü dəfə Maliyyə Nazirliyinə gətirilmişdir. Eyni ildə Sultan Əbdüləzizin qərarı ilə Şirvanizadə Məhəmməd Rüşdü Paşa Osmanlı dövlətinin sədrəzəmi təyin edilmişdir. O, 45 yaşında bu yüksək vəzifəyə yüksəlmiş, sədrəzəmlik müddəti 9 ay 10 gün davam etmişdir. Onun sədrəzəmliyi dövründə verilən ən mühüm sənədlərdən biri Misir xədiliyinə dair fərman olmuşdur. Bu dövrdə İran şahı Nəsrəddin Şah Avropa səfərindən qayıdarkən İstanbulda Məhəmməd Rüşdü Paşanın qonağı olmuş, ona öz təsviri olan nişan təqdim etmişdir. Rüşdü Paşanın rəhbərliyi dövründə dəmir yolu layihələri həyata keçirilmiş, yeni islahatlar nəzərdə tutulmuşdu. 1874-cü ildə Humayun möhrünün ondan alınması ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Rüşdü Paşa əvvəlcə Hələb, daha sonra isə Hicaz valisi təyin edilmişdir. Elə həmin il Taifdə qara hümma xəstəliyinə tutularaq vəfat etmişdir. Məhəmməd Rüşdü Paşa təkcə dövlət xadimi deyil, eyni zamanda elm adamı idi. O, Əbülhəsən Məhəmməd İbn Həbib Əl-Mavərdinin hikmətə dair ərəb dilində yazdığı əsəri türkçəyə tərcümə etmişdi. Beləliklə, İsmail Siracəddin Kürdəmirli Şirvaninin və onun ailəsinin həyat və irsinin araşdırılması Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm olduğu kimi, Azərbaycanın Qafqaz və Türkiyə ilə tarixi əlaqələrinin dərk edilməsi üçün də böyük əhəmiyyət daşıyır.